Bəli, işğaldan azad edilmiş torpaqlara böyük qayıdış uğurla davam edir. Daha 362 nəfərdən ibarət 80 ailə doğma yurduna qayıdıb. Zəngilanın Məmmədbəyli və Ağdamın Xıdırlı kəndində sakinlər uzun illərin həsrətindən sonra yeni evlərində olmağın sevincini yaşayırlar. Daha 80 ailə işğaldan azad olunan ərazilərə qayıdır. Qarabağ və Şərqi Zəngəzura böyük qayıdış davam etdirilir. Bu mərhələdə Zəngilanın Məmmədbəyli kəndində 143 nəfərdən ibarət 30 ailənin, Ağdamın Xıdırlı kəndində isə 219 nəfərdən ibarət 50 ailənin daimi məskunlaşması təmin edilir. İllər sonra doğma yurda qayıdan sakinlər onlar üçün yaradılan şəraitdən razılıqlarını bildirdilər. Rahat və təhlükəsiz qayıdışdan məmnundular. Məmmədbəyli kəndinə 32 ildən sonra qayıdırıq. O kənddə doğulmuşam, böyümüşəm, əmək fəaliyyətinə başlamışam, orta məktəbi qurtarmışam. İndi Allaha şükür ki, öz yerimizə, yurdumuza qayıdırıq. Gələndə 34 yaşım var idi, indi 67 yaşın içindəyəm. Bizə gözəl yaraşıqlı evlər tikiblər. Yəni, mənə 4 otaqlı veriblər, övladıma 3 otaqlı veriblər. Bütün kommunal şəraiti olan, günün tərəfləri səviyyəsində cavab verən gözəl kəndimiz, bir də gözəl kəndimiz. Həm sevinirik, həm kədərlənirik. Kədərlənirik ona görə ki, burada əzizlərimizi qoyub gedirik, onlar bu günü görə bilmədi. Ona görə də sevinirik ki, öz doğma yurdumuza 32 ildən sonra biz ora gedirik. Allah dövlətimizi saxlasın, Allah prezidentimizin canını salamat eləsin, Ali Baş Komandanımıza bu günü bizə yaşatdı. Çox qürurluyuq. Qürurumuzu milli ordumuz qaytardı. İndiki sevinçli günlərimiz, çox sevinçli günlərimiz. Həyatım demək olar ki, ən sevinçli günü bu gündür. Çox çətinliklərdən keçdik. Axır ki, şükür öz vətənimizə qayıdırıq. Prezidentimiz də var olsun. Allah şəhidlərə rəhmət eləsin, qazilərə can sağlığı versin. Bugünkü günümüzə çox şükür. Nəvələrimlə, oğlanlarımla, nə bilim, hamısı gəlinlərimlə, kişi ilə gedirik, şükür Allaha. Qeyd edək ki, köçürülən ailələr Respublikanın müxtəlif şəhər və rayonlarında sanatoriya, yataqxana və inzibati binalarda müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlərdir. Xatırladaq ki, Zəngilan və Ağdam rayonları 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə 44 günlük vətən müharibəsi nəticəsində işğaldan azad edilib. Bugün işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda 50 mindən çox əhali yaşayır.